İndi 21-ci əsr kompüter texnologiya, mobil rabitə, sivilizasiya əsridir. Bu, müasirliyin faydası olduğu kimi, amma bunun ziyanlı və zərərli tərəfləri də var. Məsələn, indi günümüzün ən böyük uğur və nailiyyətlərindən də deyirik və elə ən böyük bəlalarından da deyirik, bu süni intellekt çıxıb. O, əslində iki tərəfi də itib bir bıçağa bənzəyər. O, iti bıçaq cərrahın əlində olanda can qutarar, amma caninin əlində olanda can alar. Bəziləri bundan faydalı məsələlər üçün istifadə eləyər, bəziləri isə ziyanlı və zərərli məsələlər üçün istifadə eləyər. O səbəbdən biz bu məsələlərdə biraz zirəng olmalıyıq, ayıq olmalıyıq və paylaşımlarda xüsusilə biz din və məzhəbimizdə daha diqqətli olmalıyıq, təəssübün çəkməliyik, görəndə ondan mənə nə deyib keçməməliyik. Bir gündə sənin başına gələndə o birisi deyər ondan mənə nə. Yəni biz necə ata-babalarımız, ana-nənələrimiz o Sovetlər dönəmində 70 il, o hətta ondan öncə repressiya dövrlərində İslamı, dini, məzhəbi, Qur'anı, Əhl-i-Beyti bizə gətirib çatdırıblarsa, bugün sənin və mənim boynumda bir vəzifədir ki, bu İslamı gənc nəsilə ötürək, onlara çatdıraq. Heç kim yaxasını qıraq çəkə bilməz. Hamımızın boynunun vəzifəsidir ki, biz din və məzhəbimizin təəssübünü çəkək. Və burada təbii ki, dində və məzhəbdə öndərlərin də üzərinə çox ağır bir məsuliyyət düşür. Məsum imamlarımız, xüsusilə İmam Hüseyin əleyhissalamdan belə bir hədis-i şərif var ki, buyurur ki, dini elə yaşa, elə yaşat ki, dinə gəlmək istəyən desin, əgər din budursa, dindar belə olarsa, mən elə bu dini belə dindar olmağı seçirəm. Amma nə bada elə yaşadasan ki, gəlmək istəyən səni görsün, desin, din budursa, dindar belədirsə, mənə nə belə din lazımdır, nə belə dindar olmaq lazımdır.